Kimyəvi reaksiya sürətini təsir edən maddələrin amillərini qarşılayıram mənim. Hə, kimyəvi reaksiyaların hansı amillər təsir edirsə onların. Düzdür, onlar testə düşəcək suallardır. Hansılar təsir edir? Gəl onları bir-bir onda səndən aydınlaşdıraq. Kimyəvi maddələrin sürətinə ilk öncə başlayaq aktivliyindən. Maddələrin aktivliyi, yəni maddələrin təbiəti təsir edir. Təbiət deyəndə nədir? Təbii ki, aktiv metallar daha sürətli reaksiyaya girir. Orta aktiv daha zəif, yəni passivliyə doğruca dəyişilir. Bunu necə yadda saxlayacaqsan? Tak, bunu belə yadda saxlayaq. Sənin, belə deyim də, nənən var? Bəli. İndi götürək belə, sənin nənəni, sənin mamanı, bir də səni. Evdə otur, evin qapısından məktəbə qədər getməlisiniz siz sürətlə qaçmağa. Səncə, sən tez çatarsan, sənin maman tez çatar, yoxsa nənən? Mən tez çataram. Nəyə görə? Çünki o məktəbə hər gün sən gedirsən, eləmi? Hər gün gedirsən, aktivsənsən, passivləşməmsən. O işləməyən dəmir pas tutar məsələsi. Hər gün gedirsən, aktivsən, həm yolu bilirsən, rahat. Harda nə var? Ona görə yəni aktivsən də, hər gün getdiyin üçün həm də daha cavansan, daha enerjilisən, belə deyim, daha tez çatırsan, eləmi? Ən gec çatan kim olacaq? Mənəm. Nəyə görə? Çünki bu deyir ki, mən nə vaxtdan məktəbə getmirəm, məktəbi qutardım, nə qədər vaxtı mən nəyimə lazımdır məktəbə getmək. Mən oxumuşam, öz vaxtımı mən lazım deyil, mən niyə çatıram deyib. Allah bilir, bəlkə yaxşıdan birinci çatacaqsan, maman geç çatacaq, bəlkə nənən yarı yolda qalacaq, heç ya çatar, ya çatmaz, sən şey eləyənə qədər. Yəni, bu arvad deyir ki, mənə lazım deyil bu məktəbə çatmaq. Yəni, mən passivəm, getmirəm, o təşkil nəyimə lazım, passivdir. Yəni, bu da elə bir şeydir. Maddələrin təbiətindən sürət asılıdır. Nə qədər maddə, metal aktivdirsə, o qədər reaksiya tez gedir. Nə qədər passivdirsə, o qədər də reaksiya sürəti zəif olacaq. Yəni, sən aktivliyini belə yadda saxlayacaqsan. Maddələrin, deməli, sürətinə nə təsir edir? Maddələrin təbiəti təsir edir. Maddələrin təbiəti deyəndə aktivdirsə daha sürətlidir. Passivdirsə, yəni passivliyə doğru getdikcə sürət də təbii ki azalır. Bu, bura qədər. Yəni, aktivlik mən sənə deyəndə bundan sonra yadda saxlaya biləcəksənmi kimyəvi reaksiyaların sürətinə nə təsir eləyirsə. Yəni, nə vaxtsa elə bir sual qarşına düşsə, sən deyərsən ki, müəllim mənə belə bir şey demişdi ki, təbiət təsir eləyir, mama nənə məsələsini yadda saxla. Bu, belə.